Bura Hacılar kəndidir. Laçının Hacılar kəndi. Babamız şəhid babasıdır. Bu torpağın bir balası var idi. Fərid İlyasov. Fərid İlyasovun babasıdır və Fərid İlyasov ümumiyyətlə Laçını görməyib də. Yəni atasından, anasından eşidib bu torpaq haqqında, amma Laçın sevdalısı deyirlər ona. Hə, bəli, bəli. Yəni bu ümumiyyətlə bu ailənin bu torpaq uğrunda çox şəhidi var. Hamısı bizim yaralı yer. Düzdür baba. Baba ilə dinləndən söhbət eləyirik. O qədər maraqlı insandır. Bizim rayon heyvandarlıq üzrə elə bilən Azərbaycanın ən başda olan rayonlarından biriydi. Çünki Laçın rayonunun 54 il mən Laçında yaşadım, qaçqınçılığa qədər. Laçın rayonunun heyvanat məhsullarının heç bir yerdə mən görmədim. Tamını görmədim. Nə başqa rayonlarda Gədəbəydən tutmuş, Oğuz, Qəbələ, hara, nə gülün çiçəyini, iyini görmədim. Tapa bilmədim Laçının gülünün çiçəyini, iyini. Nə meyvəsinin tamını tapa bilmədim Azərbaycanda. Oxuyurdular Qubanın ağalması, yeməyə ağalması, nətər necə. Demə, elə belə söz imiş o. Düzdür. Laçında Ağcabədi qış yatağına bir yeşik alma aparırdılar. Bir yeşik, 10 yeşik, en qədər. O evə girəndə adam iyindən behuş olurdu, doyurdu. Amma gedirdin, alırdın, o tərifli hallanan almaları alırdın, iyiliyirdin, iyi yox. Keçən il yox, tayin işi. Bizim Mirik kəndi var, yolumuz oradan gəlir. Bir kadın, tənha bir kadın, orada bulağın üstündə soruşdum, ne edirsən? Dedi, gül çiçək yığıram. Dedim, bir şey çıxır, kızım. Dedi, 4000 manatlıq satmışam. 4000 manatlıq satmışam, minin də behin almışam. Hələ dedi, həmərsün, əzgil, nə bilim, başqa kol bitkiləri var. Bəli, həmərsin dostlar, yəqin ki, Qarabağdan olmayanlar, yəni bilməz, itburnu, bizim yəni bildiyimiz itburnudur. Çox gözəl bir veriliş eləyəcəyik dostlar. Həm nənəmizin, həm babamızın gözəl söhbətləri olacaq keçmişlə bağlı. 22 yaşında nəvəniz də bu torpaq uğrunda şəhid olub. Onların ruhu, bax, əslində Fəridin ruhu çəkdi məni, gətirdi bura. Və Fəridin